Hər kəs salam, arzulayıram ki, yaxşısınız. Mən astroloq Rəşad Hacıyev və gəlin görək iyun ayında bürcləri nələr gözləyir. Demək, iyun ayına baxdığımız zaman birincisi iyun ayının 13-dən etibarən Veneranın Şir bürcünə keçdiyini görürəm. Bu, iyunun 13-dən sonra sevgi, eşq mövzularında çox daha özgüvənli, eqolu və cəsarətli olacağımızı göstərir və sevginin, eşqin enerjisini çox şiddətli bir şəkildə artıracaq. Ümumiyyətlə, iyun ayının ilk 13 günündə Venera xərçəngdə olacağı üçün sevgi münasibətlərində daha emosional və duyğusal olacaq və pul mövzularında əlimiz daha bərk olacaq. Lakin ayın 13-dən sonra Veneranın Şirə keçməyinə birdə həm pulu biraz daha səpməyə meyilli olacaq, həm həyatdan daha qəşəng zövq alacaq, həm emosionallığımızı bir kənara qoyub, biraz daha egomuzu və qürurumuzu ön plana tutacaq və eşq, sevgi enerjisi ilə parıldaya bilərik. İyun ayının ilk 13 günündə güclü xərçəng təsirlərindən əlaqədar olaraq intuisiyamız güclüdür və yuxulardan xəbərlər də ala bilərik ilk 13 günündə. Ayın 15 isə iyunun 15-i Əkizlər bürcündə baş verəcək olan yeni ay ağlımızı, zəkamızı, beynimizi istifadə eləməyimizə ekstra kömək eləyəcək. Yaxın yol səyahətlərinə qapı aça bilər. İyun ayında bəzi insanlar, bir çox insan harasa gəzə bilər, gedə bilər ki, zaten yaydır, normaldır, amma nəysə. Bundan əlavə olaraq özümüzü inkişaf elətdirməyə daha meyilli olacağımız, yeni biliklər öyrənə biləcəyimiz və sosial olaraq daha çox zaman keçirə biləcəyimiz zamanlardır. Bu il iyunun 21-i Xərçəng bürcü girir. Hər il bu fərqlidir. Bu il 21-dən etibarən Xərçəng bürclərinin sezonu gəlir. Ayın 28-i isə Marsın Əkizlər bürcünə keçməyi ilə bir yerdə yenə üzərimizdəki bütün sakit, yavaş, depressiv enerji gedir və iyunun 28-dən sonra enerjimiz daha da canlanır, daha hərəkətli və beynimizi, ağlımızı daha kəskin işlədən bir hala gəlirik. İyunun 29-sa nur topu kimi retromuz gəlir. Merkur retrosu başlayır iyunun 29-u və düz iyulun 23-nə qədər də davam edəcək. Həmin ərəfədə ehtiyatlı olmaq lazımdır. Nə barədə? Demək, vacib, önəmli dokumentlər və ya bir şeylər varsa, onları yedəkləməlisiniz, kopyalamalısınız. Çünki texnoloji avadanlıqlarla bağlı problemlər yaşamağa meyillisiniz. Bundan əlavə olaraq köhnə sevgililərimiz geri qayıda bilər. Xüsusən də Xərçəng bürcündə də çox böyük ehtimalla köhnə sevgililərin geri qayıtması kimi şeylər iyunun 29-undan iyulun 23-nə qədər yaşana bilər. Bundan yanaşı, başqa nəyə diqqət etmək lazımdır? Səyahətlər və s. eləyərkən biraz səyahətlərlə bağlı problem yarada bilir, bəzən biletlərlə əlaqədar və s. Biraz diqqətli olmaqda fayda var. Bununla yanaşı Merkur retrosunda ağzımızdan çıxan sözlərə diqqət etməliyik, yanlış anlaşılmalara olduqca meyilli ola bilir. Ayın 29-sa Oğlaq bürcündə dolunay olacaq. Bu da karyera, iş, güc mövzularına ekstra fokuslanmamıza və karyera mövzularında ön plana çıxmamıza ya da beynimizi, ağlımızı karyeraya, işə yönləndirməyimizə səbəb verə bilər. Ayın 30-sa Yupiter Şirə keçir və bütün hər şey dəyişir yaxşı mənada. Yupiterin Şirə keçməyi ilə bir yerdə böyük şans planetinin Şirə keçməyi bəzi bürclərə böyük şanslar və böyük fürsətlər gətirəcək. Bəzi bürclərə isə çox da belə dəhşət gücü təsir eləməyəcək. Lakin indi bunda bürcümüzə qulaq asanda baxarsınız, görərsiniz ki, şans gətirir, gətirmir, nə olur, nə olmur. Nəysə, iyun ayı maraqlıdır. Bir dənə retromuz var, amma genel olaraq iyun ayına pis deməzdim. Yəni, retro xarici qalan enerjilər olduqca güclü və dəstəkləyici görsənir. Gəlin indi görək bürcləri nələr gözləyir. Əziz qoçlar, oxusuna yüksələn bürcü qoç olanlar, gəlin görək iyun ayında sizi nələr gözləyir. Əziz qoç bürcləri, iyunun 1-i Merkur sizin 4-cü evinizə keçdiyi üçün əsaslı fokusunuz ailə, ev, yuva ola bilər. Evlə bağlı mövzular hərəkətlənə bilər və ya bəzi insanlar üçün yer dəyişikliklər yaşana bilər. İyunun 13-də Venera 5-ci evinizə keçir. Sevgi, eşq havadan yağır. Həyatınızın çox eşq dolu bir dönəminə girirsiniz. İyunun 13-dən sonra bol-bol flörtlər, sevgilər, eşqlər təcrübə edə bilərsiniz. Eşq enerjisi ilə belə burhan ahəngdə ola bilərsiniz. Bununla yanaşı həm də Veneranın sizin 5-ci evinizə keçməyi bizə bildirir ki, uşaq istəyənlər üçün də çox gözəl bir dönəmdir. Hamiləlik, uşaq, bundan əlavə olaraq şanslar, hobilər, həyatdan zövq almaq kimi mövzular iyunun 13-dən sonra olduqca aktualdır. Əziz qoçlar, bundan əlavə ayın 15-də 3-cü evinizdə bir əkizlər yeni ayı olacaq. Yaxın yol səyahətləri eləmək, yaxın çevrə ilə zaman keçirtmək, qohum-əqrəbə, qonşu, qardaş, bacı kimi insanların bol-bol gündəmə gəlməyi həmin ərəfələrdə yaşana bilər. İyunun
28-i Mars Əkizlər bürcünə keçir və beləliklə siz üzərinizdəki ağır və depressiv enerjini, depressiv deməyək də ağır enerjini atırsınız. Depressiv bir enerji olmayacaq böyük ehtimalla ciddi bir şəkildə. Sadəcə belə bir məsələ var ki, iyunun 28-nə qədər biraz daha durağan, sakit və ləng bir enerji var üzərinizdə. Çünki sizi idarə edən planet Buğadadır və sizi idarə edən planet Buğanı sevmir. Mars Buğanı heç sevmir. Amma sonra Mars Əkizlərə keçir və canlanır. Həyat enerjiniz yüksəlir və o sakit, durağan enerjidən qurtulursunuz. İyun ayının 29-undasa Merkur retrosu başlayır sizin 4-cü evinizdə. Ev, ailə, yuva mövzuları ilə bağlı yarım qalmış məsələləriniz həll ola bilər. Sırf ayın 29-u yox da iyunun 29-undan iyulun ortalarına qədər sizin üçün ailə, ev, yuva mövzularında yarım qalmış mövzular gündəmə gələ bilər və tamamlanmalar ola bilər. İyunun 29-sa 10-cu evinizdə bir oğlaq dolunayı var. Karyera mövzuları gündəmə gələcək həmin ərəfələrdə. Yəni iyunun sonu və iyulun əvvəlləri karyera, iş, güc, status kimi mövzular həyatınızın əsaslı gündəmi ola bilər və karyera mövzuları ilə bağlı transformasiyalar, dönüşümlər və ya tamamlanmalar da yaşana bilər. Ayın 30-sa Yupiter 5-ci evinizə keçir. Böyük şans planeti Yupiterin 5-ci evinizə keçməyi indən sonra qarşıdan gələn bir illik period ərzində sevgi, eşq həyatınızda müəyyən qədər dəstək və şanslar gətirə bilər. Lakin bununla qədər ayrıca bir video çəkiləcək. Çəkilib ya da axır ki o videoya baxa bilərsiniz. Yupiterin, böyük şans planetinin bürc dəyişməyi həyatınıza necə təsir edir? Bunu oradan diqqətlə izləyə bilərsiniz. Onun üçün ayrıca video çəkilib. Çünki bir illik mövzudur. Ən yüksək xeyrinizə xidmət eləsin. Bundan əlavə olaraq gəlin görək sırf öz bürcü Qoç olanları nələr gözləyir. Sırf öz bürcü Qoç olanlar sizin üçün iyun ayı sevgi və eşq enerjisinin çox ahəngdə olacağı və eşq içində olacağınız bir aydır. Çox böyük ehtimalla çox qəşəng sevgilər, eşqlər yaşayacaqsınız ya da evliliyinizdə, eşq həyatınızda canlanmalar və ya rənglənmələr olacaq. Lakin özünüzü məhdudlaşdırdığınız və ya qısıtladığınız mövzular da gündəmə gələ bilər. Xüsusən buna qulaq asan qadınlar, emosional, duygusal, həssas kişilərlə bağlı münasibətlər gündəmə gələcək. Buna qulaq asan qadınlar və kişilər fərqi yoxdur. Atavız gündəmə gələ bilər. Bundan əlavə olaraq özünüzü hansı mövzularda qısıtlayırsınız və ya limitləyirsiniz, bunun daha yaxşı fərqinə varacaqsınız. Lakin genel mənada deyə bilərəm ki, eşqi dolu-dolu yaşayacağınız, amma müəyyən qədər limitlər və qısıtlanmalarla da qarşı-qarşıya gələ biləcəyiniz bir aydır iyun ayı sizin üçün. Sevginin keyfini çıxardın, eşq sizdən yanadır. Videomu bəyəndinizsə bəyənməyi, komment yazmağı və digər bürclərdən bölüşməyi unutmayın. Sevgi eşqlə qalın. Əziz buğalar və xüsusən yüksələn bürcü buğa olanlar, gəlin görə iyun ayında sizi nələr gözləyir. Əziz buğa bürcləri, iyun ayına baxdığım zaman iyunun ilk günlərində yaxın çevrənizdən bol-bol zaman keçirdə bilər, yaxın yol səyahətləri edə bilər, özünüzü inkişaf elətdirə bilərsiniz. İyun ayının ilk 13 günündə olduqca duygusal, həssas və emosional olacaqsınız. Biraz da qırılğan, inciyən və küsəyin hiss edə bilərsiniz. Ailəyə daha çox yönələ bilərsiniz. Bundan əlavə olaraq siz ayın 13-dən sonrasa Veneranın Şir bürcünə keçməyi ilə birlikdə özgüvəniniz və eqonuz artacaq, üzərinizdəki həssaslıq gedəcək. Ayın 13-dən sonra ailə, ev, yuva mövzularına daha güclü bir şəkildə yönələ bilərsiniz. Yuva, ailə ilə bağlı olaraq daha şanslı ola bilərsiniz. Bəziləriniz ailə içi böyük xoşbəxtçilik, bəziləriniz evi dizayn eləmə və s. kimi mövzuları təcrübə edə bilərsiniz. Ayın 15 isə ikinci evinizdə baş verəcək olan yeni ay, pul, maddiyyat mövzuları ilə bağlı yeni başlanğıclara səbəb ola bilər. Bu deməkdir ki, iyunun ortaları, yəni ayın 15-dən bir həftə qabaq, bir həftə sonraki periodlar pul və təxminən, yəni 10 gün öncəsi, 10 gün sonrası gəlin deyək, pul, maddi mövzuları ekstra gündəmə gətirəcək və gözlədiyiniz pullar gələ bilər, pulla bağlı yeni başlanğıclar yaşaya bilərsiniz ya da sərt doğum xəritənizdə sərt təsirlər varsa, tam tərsinə pul çıxışları da yaşana bilər, amma yaxşı olma ehtimalı daha böyükdür. Bundan əlavə olaraq ayın 28-i Mars 2-ci evinizə keçir. İyunun 28-dən sonra bir damcı maddi olaraq biraz mübarizələr verə bilərsiniz. Yüngül zorluqlar, yüngül çətinliklər. Burada iki variantınız var. Ya daha çox pul qazanmaq üçün biraz mübarizə verəcəksiniz, ya da ki tam tərsinə pulla bağlı zorluq çəkəcəksiniz. Mən sizə məsləhət görürəm ki, enerjinizi pozitiv tutun, pul frekansınızı yüksək tutun, pula fokuslanın və beləliklə az pulla mübarizə vermək yerinə daha çox pul yaratmaq üçün biraz enerjinizi ortaya qoyarsınız və bu enerjini ən yumuşaq və gözəl şəkildə keçirdərsiniz. Çünki iyunun 28-i başlayır və iyul ayının ortaları axırına qədər də davam edir. Buna əlavə olaraq ayın 29-u Merkur retrosu 3-cü evinizdə olacaq. Beyniniz biraz tormozlayacaq, biraz sakitləşəcəksiniz. Qohum-əqrəba, qonşu, qardaş, bacı, yaxın çevrə ilə bağlı həll etmədiyiniz məqamlar, mövzular gündəmə gələ bilər və iyul ayına qədər də, iyulun ortalarına qədər də bu Merkur retrosunun təsirini görəcəksiniz. Ayın 29-u 9-cu evinizdə baş verəcək olan dolunay, xaricə getmək
yeni yerlər görmək, gəzmək kimi mövzuları gündəmə gətirə bilər. İyunun son günləri və iyulun ilk günlərində xaricə gedə bilərsiniz, yeni yerlər gəzib görə bilərsiniz və ya dini, ruhani, mənəvi mövzularla bağlı tamamlanmalar yaşaya bilərsiniz və ya akademik mövzularla bağlı tamamlanmalar yaşana bilər. Yəni ya da həyat fəlsəfənizdə bir dəyişim yarada bilərsiniz. İyunun 30-da böyük şans planeti Yupiter sizin 4-cü evinizə keçir. Bu 1 illik bir təsirdir. Yəni bu sırf aylıq proqnoza aid deyil. Bunun üçün ayrıca video çəkmişəm. Ətraflı bir şəkildə ki, 1 il ərzində hansı mövzularda şans sizdən yana olacaq. Yəni amma sizə deyə bilərəm ki, 1 illik böyük və önəmli, şanslı sayıla bilən bir dönəmdir bu və mütləq keçin digər videoya və öyrənin ki, qarşıdan gələn 1 il ərzində şans sizə nə gətirəcək? Ən yüksək xeyrinizə xidmət eləsin. Bundan əlavə gəlin bax görək sırf öz bürcü buğu olanları nələr gözləyir. Öz bürcü buğu olanlar iyun ayında həyatınızla bağlı olaraq ailə, ev, yuva mövzularına yönələcəyiniz və ailə, yuva ilə bağlı dərin şəfalanmalar və ya ümid işıqlarının parıldayacağı bir dönəmə girəcəksiniz. Belə ki, ailə, ev, yuva kimi məqamlar, xaricə getmə, gəzmə kimi məqamlar nisbətən gündəm ola bilər. Amma ən çox yuvanızla, evinizlə, ailənizlə bağlı şans enerjisinin sizə doğru yansıdığından və ailənizlə, evdəkilər ya da ailə saydığınız insanlar və ya yerlə bağlı dərin bir şəfalanma və transformasiya yaşaya bilərsiniz. İçinizdə bir ümid işığı doğulacaq və keçmişin kədərli enerjisini bəlkə göz yaşı yolu ilə axıdacaqsınız və yepyeni gözəl işığı içinizdə parıldadacaqsınız. Ailə mövzuları genel olaraq gündəmdir. Ən yüksək xeyrinizə xidmət edəsin. Videomu bəyəndinizsə bəyənməyi, komment yazmağı və ya digər bürclərlə bölüşməyi unutmayın. Sevgi işıqla qalın. Əkizlər oxusana yüksələn bürcü, əkizlər olanlar gəlin görək sizi iyun ayında nələr gözləyir. Əziz əkizlər bürcləri, iyun ayı sizin üçün önəmlidir çünki Merkur retrosu baş verir və sizin öz planetinizdir Merkuri. İyun ayının ilk zamanlarına baxanda iyunun ilk 13 günündə maddi mövzular həyatınızın əsaslı gündəmindədir. İyun ayında pulla maddiyata daha ekstra yüksək yönələ bilərsiniz. Pul sizin üçün daha böyük bir fokus nöqtəsi ola bilər. Bununla yanaşı olaraq pul, maddiyat, özünüzə verdiyiniz dəyərlə bağlı beyniniz çox daha yaxşı işləyə bilər. Ayın 13-cüsə Veneranın 3-cü evinizə keçməklə bir yerdə yaxın çevrə, qohum-əqrəbə, qonşular, qardaş-bacı kimi insanlardan dəstək alacaqsınız. Xüsusən də bacı ya da qadınlardan daha ekstra dəstək ala bilərsiniz, daha şanslısınız. Yaxın yol səyahətləri edə bilərsiniz, özünüzü inkişaf elətdirmək barədə də olduqca gözəl bir dönəmdir. Beyniniz çox yaxşı işləyəcək. Ayın 15-i öz bürcünüzdə bir yeni ay olur. Bu deməkdir ki, iyun ayının total enerjisində siz əsasən də iyunun 5-dən 25-nə qədər olan ərəfədə xarici görünüşünüzlə bağlı nələrsə dəyişdirə bilər. Yeni bir geyim, yeni bir stil, yeni bir tərz, yeni qərarlar, yeni bir saç, amma nə isə dəyişdirə bilər və yeni başlanğıclara da başlaya bilərsiniz. Ayın 28-də Marsın 1-ci evinizə keçməklə bir yerdə sizin üzərinizdəki belə duyğusal, qaranlıq, psixoloji olaraq sizi incidən, yoran ya da göz nəzərə çox rahat gəldiyiniz o dönəm bitir və ayın 28-dən sonra gücünüz, enerjiniz artır, cəsarətiniz artır, belə hərəkətli, sportiv şeylərə biraz daha yatqın ola bilərsiniz. Enerjiniz genel olaraq çox şiddətli bir şəkildə yüksəlir. Bununla yanaşı olaraq da Marsın 1-ci evinizə keçmək bir damcı qarşıdan gələn 40 gün ərzində biraz mübarizə verəcəksiniz, amma ən azından duyğusal, depressiv, qarışıq mübarizə vermirsiniz. Öz gücünüzü, enerjinizi ortaya qoyursunuz və seksual enerjiniz çox artır. Ayın 29-u Merkur retrosu 2-ci evinizdə olur. İyunun 29-undan təxminən iyulun ortaları, axırlarına qədər olan ərəfədə bir damcı cüzi pulla bağlı mübarizələriniz ola bilər. Ehtiyatlı olmalısınız pul mövzularında aldadılmamağa, yalanlara məruz qalmamağa, maddi mövzularda gözünüz açıq və oyanıq olmalısınız və özünüzdə təbii ki, göz aldatmamalısınız. Və iyunun 29-unda 8-ci evinizdə baş verəcək olan dolunay təxminən iyunun 20-sindən iyulun 5-nə 10-na qədər əsaslı gündəminizi transformasiya, dəyişim, seksuallıq, mənəvi güc, rituallar, enerjilər kimi mövzulara gətirir. Bu deməkdir ki, iyunun sonlarından iyulun əvvəllərinə qədər olan ərəfədə rituallarınız daha yaxşı işləyə bilər, enerjiniz güclənə bilər, travmalarınızla üzləşə bilərsiniz, transformasiyalar yaşaya bilər, dönüşə bilərsiniz, seksual enerjiniz dəhşət. Ümumiyyətlə, sizin üçün seksual enerji iyun ayında dəhşət yüksəkdir. Ayın 30-da Yupiterin 3-cü evinizə keçməklə bir yerdə yeni, maraqlı və şanslı bir dönəmə girirsiniz. Bunu mütləq sizin üçün ayrıca bunun üçün video çəkmişəm, çünki bu bir ayın hadisəsi deyil, bir illik bir hadisədir. Bir il ərzində hansı mövzuda şans
nasıl alacağınızı öyrənmək istəyirsinizsə, mütləq digər videoya keçin və diqqətlə izləyin, çünki bunun təsiri düz 1 il davam edəcək. Əziz əkizlər bürcü, arzulayıram ki, ən yüksək xeyrinizə xidmət edən məlumatlar, sırf öz bürcü əkizlər olanlar, sizə də demək istədiyim bəzi sözlərim var. Öz bürcü əkizlər olanlar, enerjilər, meditasiyalar və ya dini, ruhani rituallar sizin üçün olduqca dəstəkləyici kimi görsənir iyun ayında və siz enerjinizi ortaya qoyduğunuz təqdirdə çox ciddi yardımlar və köməklər alacaqsınız. İyun ayında zaman-zaman gözləyəcəksiniz, zaman-zaman enerjinizi yönləndirəcəksiniz. Biraz yuxularınız qarışa bilər ya da axşamlar özünüzü narahat hiss edə bilərsiniz, amma bu məsələlər keçib gedəcək. Sizə bir kömək əli gələcək ya da bir kömək gələcək. Ya ruhani dünyadan, ya fiziki bir insandan, amma enerjiniz özünə gələcək və aldığınız yardımdan bir yerdə işıq və şəfa sizlə bir yerdə olacaq. Əziz əkizlər bürcləri, videonu bəyəndinizsə bəyənməyi, digər əkizlər bürcləri və ya digər bürclərlə bölüşməyi və komment yazmağı unutmayın. Sevgi və işıqla qalın. Əziz xərçənglər oxusan yüksələn bürcü xərçəng olanlar, gəlin görək sizi iyun ayında nələr gözləyir. Əziz xərçəng bürcləri, iyun ayının ilk 13 günündə həyat enerjiniz çox yüksəkdə, hərəkətlisiniz, canlısınız, coşqulusuz, oradan bura, buradan oraya yerinizdə dayanmırsınız, beyniniz, zəkanız möhtəşəm işləyir, biraz da zaman-zaman əsəbisiniz. İyunun 13-ündən sonra Veneranın 2-ci evinizə keçməyinə birdə möhtəşəm və bərəkətli bir dönəmə girirsiniz. İyunun 13-ündən təxminən iyul ayına qədər olan ərəfədə bolluq və bərəkət, hətta iyulun müəyyən hissəsinə qədər bolluq və bərəkət sizdən yanadır. Bərəkətiniz arta bilər, özünüzə daha çox dəyər verə bilərsiniz, özünüzlə daha çox zaman keçirə bilər, özünüzü sevə bilər, öz dəyərinizi bilə bilər, bolluğun və bərəkətin keyfini çıxarda bilərsiniz. Xidmət aldıqca, kimlərsə sizə bir şeylər elədikcə bərəkətiniz daha da arta bilər, həyatın gözəl bir şəkildə keyfini çıxarda bilərsiniz. Ayın 15-12-ci evinizdə baş verəcək olan yeni ay, iyunun 5-i ilə 25-i arasında biraz spiritual, emosional, ruhani enerjinizin ön plana çıxacağınız, zaman-zaman biraz depressiv hiss edəcəyinizi, yuxulardan xəbərlər ala biləcəyinizi və edəcəyiniz ritualların yaxşı nəticə verə biləcəyi, şuuraltı və şəfalanma kimi mövzulara fokuslamağa daha meyilli olacağınız mənəvi bir dönəmdir. Gizli qalmış mövzular da gündəmə gələ bilər. İyunun 28-də isə Marsın 12-ci evinizə keçməyi ilə bir yerdə biraz həssas bir dönəmə keçirsiniz. İyunun 28-nə qədər dostlarınızla biraz davadalaşa meyillisiniz. Ondan sonra bu enerji gedir. Amma iyunun 28-dən etibarən Mars 12-ci evinizə keçir və düz iyul ayı da daxil olmaqla həmin ərəfələrdə göz-nəzər, negativ və biraz daha meyillisiz. Ona görə gündə 2 dəfə özünüzü qorumaya almalı, bildiyiniz dualar varsa onları oxumalısınız, auranızı bərk tutmalısınız, gizli düşmənliklərə qarşı biraz diqqətli və ehtiyatlı olmalısınız. Psixoloji olaraq bir damcı yorucu bir dönəm olacaq. Ayın 29-da Merkurinin retropasiyaya gəlmək sizin birinci evinizdədir. Əziz xərçənglər, indi bilirəm çox qəşəng başladım videoya, biraz indi zibildirəm, amma iyunun 29-undan iyul ayının ortalarına qədər təxminən Merkur retrosu sizin öz bürcünüzdə olacaq. Ona görə bir damcı karma ödəyəcəyə oxşuyursunuz. Merkur retrosundan çox güclü təsir alacaqsınız. Ona görə də vacibdə kommentlər varsa yedəkləyin, ağzınızdan çıxan sözlərə diqqətli olun və əlinizdən gələni eləyin ki, heç bir negativ şey səbəb verməyin. Bir damcı karmalarınız nə eləmişsinizsə indi o bir ərəfələrdə bir damcı üzləşəcəyə oxşuyursunuz. Ayın 29-u 7-ci evinizdə bir dolunay var. Ən sevdiyiniz münasibətlər, ciddi münasibətlər mövzuları gündəmə gələcək. Evlilik, ciddi münasibətlər və ya ortaqlıq işlər kimi mövzulardan biri ya da bir neçəsi gündəmə gələ bilər. Bəziləriniz problemi münasibətlərinizi bitirə bilər, bəziləriniz yarım qalmış münasibətlərinizə davam edə bilər, bəziləriniz isə ümumiyyətlə münasibət mövzuları ilə bağlı dərin tamamlanmalar və dəyişimlər yaşaya bilərsiniz. Bu bəziləri üçün sevgilidən daha ciddi münasibətə, bəziləri üçün isə ayrılmaya qədər gedə bilər. Bu sizin doğum xəritənizdən asılı, amma bir tamamlanma yaşanacaq və ciddi münasibətlər gündəmdədir. Ayın 30-u isə Jupiter 2-ci evinizə keçir. Bu çox əhəmiyyətli və böyük bir informasiyadır, çox vacibdir. Həyatınıza düz bir illik təsir edəcək bir şeydir. Lakin bu bir ayın mövzusu deyil, bir ilin mövzusu deyil. Bunun üçün ayrıca bir video çəkmişəm. Gedib buradan videoya baxaraq bir il ərzində hansı mövzularda şanslı olacağınızı öyrənə bilərsiniz. Sırf öz bürcü xərçəng olanlar, gəlin görək sizdə nə var, nə yox. Sırf öz bürcü xərçəng olanlar, sizin isə iyun ayına baxdığımız zaman öz gücünüz, qadınların qadın enerjisi, kişilərin də yenə çəkiciliyi, cazibəsi çox artacaq, sözünüzü deyən olacaqsınız. Yəni sanki bir duyğusal bir insan kimi yox da sözünü deyən, ip
ipləri əlində tutan bir şəxsiyyət ortaya çıxacaq içinizdən. Hər hansı bir güclü həyatınızdakı kişi fiquru, ata ya da avtoritet bir fiqur gündəmə gələ bilər. Biraz qərarsızlıqlar yaşayacaqsınız, amma daxili gücünüz çox yüksək olacaq. Verdiyiniz qərarların arxasında duracağınız, cəsarətinizlə bir yerdə bəmbərk dayanacağınız, özünüzə güvənəcəyiniz çox güclü bir dönəmə girirsiniz. Xərçəng bürcləri. Videomu bəyəndinizsə bəyənməyi, komment yazmağı və digər bürclərlə bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz şirlər və xüsusən yüksələn bürcü şir olanlar, gəlin görək sizi nələr gözləyir iyun ayında. Əziz şir bürcləri, xüsusən yüksələn şir olanlar, demək iyun ayının ilk 13 günü biraz daha spiritual, ruhani, mənəvi və duyğusal ekstra ruhani hiss edə bilərsiniz. Yuxularınız olduqca xəbərçi ola bilər. Biraz beyniniz belə deyək də, sakit və yavaş işləyə bilər. Ayın 13-dən sonrası Venera 1-ci evinizə keçir. Sevgi ilə bağlı, eşqlə bağlı çətinlik və mübarizəli dönəminiz bitir. Bununla yanaşı iyunun 13-dən sonra çox qəşəng görsənəcəksiniz. Auranız çox qəşəngləşəcək. Bütün iyun ayı, hətta iyulun da müəyyən hissəsinə qədər. Sevgi yollarınız açılacaq, eşqdən yana üzünüz gülməyə başlayacaq. Bundan əlavə o qədər cazibədar, çəkici olacaqsınız. Bolluğunuz, bərəkətiniz artacaq. Şans sizdən yana olacaq. Yəni Venera sizin öz bürcünüzə keçir, şir bürcünə keçir. Başınızdan aşağı sevgi və pul yağa bilər. Ayın 15-də 11-ci evinizdə baş verəcək olan yeni ay təxminən iyun ayının 5-i ilə 25-i arasında dostluqlar mövzusunu gündəmə gətirə bilər. Dostluqlarınızla bağlı həyatınıza yeni dostlar girə bilər, hədəfləriniz, arzularınızla bağlı və ya yeni qapılar açıla bilər sizin üçün. Hədəfləriniz, arzularınız, dostluqlarınız və ya karyeradan gələn qazanclar həyatınızda bəlkə də gündəmdə ola bilər. Bunlardan biri ya da bir neçəsi. Ayın 28-də Marsın 11-ci evinizə keçməyinə görə dostluqlardan yana biraz dava-dalaş gərginliyiniz ola bilər, amma karyera ilə bağlı mübarizəli və çətin dönəminiz bitəcək. İyunun 28-nə qədər karyerada biraz dava-dalaşlar ola bilər. Amma 28-dən sonra bu dava-dalaşlar dostluğa çevrilə bilər. Biraz dostluqlarınızla bağlı yüngül gərginliklər ola bilər. İyul ayı da daxil olmaqla. Lakin həm də hədəfləriniz, arzularınıza doğru güclü və qərarlı bir şəkildə irəliləmə ehtimalınız da var. Ayın 29-u Merkur retrosu 12-ci evinizdə olacaq. Həmin ərəfədə iyulun 29-undan iyul ayının təxminən ortalar axırlarına qədər ruhani mövzularda çox mesajlar alacaqsınız, amma beyniniz biraz qarışıq olacaq. Psixoloji olaraq biraz dərin bir dönəmə girəcəksiniz. Zaman-zaman depressiv, zaman-zaman qarışıq hiss edəcəksiniz. Şəfalar və terapiyalar üçün möhtəşəm bir dönəmdir. Mütləq terapiyalara yönəlin iyunun 29-undan sonra və iyul ayının təxminən 20-sinə qədər mütləq, çünki şuur altınızın qaranlıq mövzuları və şuur altınızda yarımçıq qalmış mövzular gündəmə gələ bilər. Ayın 29-sa 6-cı evinizdə baş verəcək olan dolunay iş həyatı ilə bağlı dəyişim gətirə bilər. Təxminən iyunun sonları, iyulun əvvəlləri ərəfəsində iş həyatında dəyişiklik, sağlamlıq, günlük rutinlər və ya ev heyvanları kimi mövzulardan biri ya da bir neçəsini gündəmə gətirə bilər. Ayın 30-sa böyük şans planeti Yupiter sizin bürcünüzə keçir, əziz şirlər. Bu bir il davam edəcək. Bir illik periodda həyatınızda böyük şanslar görə bilərsiniz. Bunun haqqında ətraflı danışmışam. Burada videoya gedərək izləyə bilərsiniz ki, nələr olacaq, nələr olmayacaq. YouTube'da baxın, Yupiterin bürc dəyişməyi ilə bağlı video çəkmişəm. Çünki bu böyük bir təsirdir. Yəni bu videoya sıxışan deyil. Ən yüksək xeyrinizə xidmət eləsin şirlər. Gəlin görək sırf öz bürcü şir olanların nələr gözləyir. Sırf öz bürcü şir olanlar həyatınızla bağlı qaranlıq dönəminizin bitişi yaşanacaq, amma biraz da yorulacaqsınız. Belə ki, həyatınızda yalan, ikiyüzlülük, saxtakarlıq kimi məqamlar, mövzular, yəni kimlər sizə yalan danışırsa, kimlər ikiyüzlülük edirsə ya da kimlər oyunlar oynayırsa, biraz o insanlarla üzləşmələr yaşaya bilərsiniz. Biraz özünüzü qeyri-etik mövzuların içində tapa bilərsiniz. Lakin böyük şəkli görəcəksiniz. Siz biraz yorulacaqsınız iyun ayında, lakin iyul ayından bir yerdə günəş sizin üçün doğulacaq və zaten böyük şans planeti də iyunun ən sonuncu günlərində keçir, ayın 30-u keçir. Yəni ki, iyun ayında biraz dərin bir dönəmdən keçəcəksiniz. Cüzi yorucu olacaq, amma iyuldan etibarən böyük şans planeti ilə bağlı yepyeni bir dövr və era başlayır sizin üçün. Ən yüksək xeyrinizə xidmət eləsin şirlər. Videomu bəyəndinizsə bəyənməyi, komment yazmağı və digər şirlərlə bölüşməyi də unutmayın. Sevgi və işıqla qalın. Əziz qızlar və xüsusən yüksələn bürcü qız olanlar, gəlin görək sizi iyun ayında nələr gözləyir. Əziz qız bürcüləri, iyun ayının ilk fokusu və əsas fokusu hədəfləriniz, arzularınız, istəkləriniz olacaq. İyun ayının ilk günlərində və ümumiyyətlə iyun ayında
dostluqlarınız çox böyük gündəmdə olacaq. Sosiallaşa bilər, bol-bol sosial çevrənizdən zaman keçirdə bilər, hədəflərinizə, arzularınıza, xəyallarınıza doğru irəliləyə bilər ya da beyninizin bu mövzular üzərində işlədə bilərsiniz. Ayın 13-dən etibarən Venera sizin 12-ci evinizə keçir. Bu deməkdir ki, ayın 13-dən sonraki periodda iyulun da əvvəllərinə qədər, ortalarına qədər olan ərəfədə sevgi, eşqdən yana bir damcı diqqətli və ehtiyatlı olsanız yaxşı olar. Köhnə sevgilər, keçmişdən qalan mövzular gündəmə gələ bilər. Sevgi və pulla bağlı ehtiyatlı olmalı olacağınız bir dönəmdir. Pozitiv xəbər odur ki, yuxularınız xəbərçi, dualarınız tez qəbul olan və rituallarınız çox tez tuta bilər. Şuuraltı dərin şəfalanmalar yaşaya bilərsiniz, amma sevgi və puldan yana ehtiyatlı olmalı olduğunuz bir dönəmə girəcəksiniz. Ayın 15 isə 10-cu evinizdə baş verici olan yeni ay, iyun ayının 5-i ilə 25-i arasında karyera, iş, güc mövzularını gündəmə gətirə bilər. Karyera həyatınızla bağlı yeni başlanğıclara başlaya bilər, status kimi mövzularla bağlı yeni başlanğıclara başlaya bilər, iş həyatınız genel mənada gündəmə gələ bilər. Ayın 28 isə Marsın 10-cu evinizdə keçməyi ilə bir yerdə karyerada daha yaxşısını əldə etmək üçün enerjinizi və gücünüzü ortaya qoya bilərsiniz. Biraz cəmiyyət içində aqressiv görsənəcəksiniz. İyunun 28-dən iyul ayda daxil olmaqla həmin ərəfələrdə karyera həyatında, iş həyatında biraz davadalaş gərginliklər ola bilər. Lakin daha yaxşısına qalxmaq üçün gücünüzü, enerjinizi ortaya qoyacaq. Biraz mübarizələr verəcək, amma özünüzü doğruldacağa oxşuyursunuz. Ayın 29-unda isə Merkur retrosu başlayır 11-ci evinizdə. İyunun 29-undan sonra iyulun ortaları, təxminən axırlarına qədər olan ərəfədə dostluqlarınızla bağlı üzləşmələr yaşayacaqsınız. Ki, hansı dostlarınız üzünüzə gülüb, hansılar arxanızca danışıb, nə olub, nə baş verib, bunlarla bağlı üzləşmələr olacaq və dostluqlarla bağlı karmalar ortaya çıxacaq və beləliklə böyük üzləşmələr kim dostunuzda, kim düşməninizdə bunu daha yaxşı anlayacağınız bir dönəmə girəcəksiniz. Buna əlavə olaraq hədəfləriniz, arzularınızla bağlı da bir nöqtədə fərqli bucaqlardan baxacağınız və bu mövzuların gündəmə gələcəyi bir dönəmdə Merkur retrosu biraz sizdə bilirsiniz, bəlkə təsir edir, çünki siz Merkur tərəfindən idarə olunursunuz. Ayın 29-da 5-ci evinizdə baş verəcək olan dolunay təxminən iyun ayının sonları və iyul ayının əvvəllərində eşq və sevgi həyatınızı gündəmə gətirəcək. Əgər subaysızsa həyatınıza biriləri girə bilər ya da yarım-yarım sevgiləriniz varsa bunlarda tamamlanmalar yaşana bilər. Həyatınıza birinin girməyi, birinin çıxmağı, flört həyatınızın canlanmağı yaşana bilər. Evdə olanlar üçün uşaq mövzuları və yenə də eşq, romantizm, cinsəllik kimi mövzular gündəmə gələ bilər. Bununla yanaşı hobilər, əyləncələr kimi mövzular, şans mövzuları gündəminizdə olacaq. Ayın 30-sa böyük şans planeti olan Yupiter sizin 12-ci evinizdə keçir. Bu deməkdir ki, şansınızla bağlı böyük bir dəyişim yaşanacaq. Bu böyük bir hadisədir. Düz bir il təsiri davam edəcək. Ona görə bu videoya sıxışmır. Onunla qədər ətraflı danışmışam. Burada gedərək böyük şansın sizdə nədən yana özünü təzahür edəcəyini görə bilərsiniz. Əziz qız bürcləri, arzulayıram ki, ən yüksək xeyrinizə xidmət eləsin. Bununla yanaşı sırf bürcü qızı olanlar haqqında da bəzi şeylər demək istəyirəm. Bürcü qızı olanlar çox böyük şanslar və fürsətlərlə, əsasən də maddi olaraq fürsətlər və şanslarla qarşılaşa bilərsiniz. Pul enerjisi genel mənada gündəminizdə. Bəziləriniz indiyə qədər heç praktika etmədiyiniz bir sahədə yeni bir işə başlaya bilər və ya böyük fürsətlərlə, böyük şanslarla qarşılaşa bilərsiniz. İş həyatı, pul, maddiyyat ya da gözlədiyiniz pulun gəlməyi kimi mövzular gündəmdir. Bir də ki, yüngül bir duyğusal həssas, bir damcı xəyal qırıqlığınız da ola bilər iyul ayında. Bu demirəm böyük bir şeydir və belə əlinizdə qalan şeylərdən yolunuza davam edəcəksiniz, amma bir damcı üzücü bir şey olacaq. Amma bu sırf bununla əlaqədar və s. də demirəm. Puldan yana böyük şansları var. Sadəcə bir damcı yüngül bir qəlb qırıqlığı ya da bir yüngül bir üzüntü də ola bilər. Amma pul daha vacibdir məncə. Ona görə boş verin getsin. Arzulayıram ki, öyrəndiyiniz məlumatlar ən yüksək xeyrinizə xidmət edər. Videomu bəyəndisə bəyənməyi, komment yazmağı və digər bürclərlə bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz tərəzilər və xüsusən yüksələn bürcü tərəzi olanlar, gəlin görək sizi iyun ayında nələr gözləyir. Əziz tərəzilər, iyun ayına baxdığım zaman iyunun əsaslı gündəmi sizin üçün bir çox mövzudur. Lakin iyun ayında karyera, iş, güc mövzuları da gündəminizdə olacaq. İşinizə, gücünüzə, karyeranıza yönələ bilərsiniz. Ayın 13-nə qədər ekstra iş, güc, karyera mövzularına yönələ bilər və karyera, iş həyatından yana şanslı enerjinin keyfini çıxarda bilərsiniz. Buna əlavə olaraq ayın 13-dən etibarən Venera 11-ci evinizə keçir. Böyük şans qapısı sizin üçün açıla bilər. Fürsətlər şanslarla qarşı-qarşıya gələ bilər. Uğurun, şansın, fürsətlərin keyfini çıxarda bilər. Dostluqlardan yana olduqca sosial və əyləncəli bir dönəmə girə bilərsiniz. Bu iyunun 13-dən başlayır və iyul ayının müəyyən hissəsinə qədər də təsir özünü göstərəcək. Buna yanaşı Veneranın 11-ci evinizə keçməyi ilə bir yerdə siz həyatınızla bağlı böyük şanslar və böyük fürsətlərlə də qarşılaşa bilərsiniz.
bilərsiniz. Ondan sonra iyun ayının 15-i 9-cu evinizdə baş verəcək olan yeni ay, iyun ayının 5-i ilə 25-i aralığında xaricə getmək, səyahət etmək, yeni yerlər görmək, yeni yerlər gəzmək, din, təhsil, səyahət, fəlsəfə kimi mövzuların gündəmə gəlməyi, bu mövzularla bağlı bir ya da bir neçəsi ilə bağlı yeni başlanğıca başlama, bəlkə akademik mövzularda, bəlkə dini, bəlkə xaricə getmək mövzularında enerjilərin sizdən yana olduğunu və belə mövzuların gündəm ola biləcəyini bizə göstərir. Ayın 28-i Marsın 9-cu evinizə keçməklə birlikdə xaricə getsəz, biraz ehtiyatlı olun. 28-dən sonra riskli şeylərə girməyin. Xarici mövzuları, dini, inanc, enerji mövzuları yüngül mübarizəlidir ya da yorucudur, amma problem deyil, enerjinizi bunu eləyə bilərsiniz, istifadə edə bilərsiniz. Yəni qəşəng bir şəkildə gəzib səyahətinizi eləyə bilərsiniz. İyunun 29-u Merkur retrosu 10-cu evinizdə başlayır. Bu deməkdir ki, iyun ayının 29-undan iyul ayına qədər olan ərəfədə Merkur retrosu sizin həyatınızda karyera mövzularının ciddi bir şəkildə yox, amma belə müəyyən qədər təsir göstərəcək və karyera mövzularında biraz karmalarınızı ödəyəcəksiniz. Karyerada yanlış anlaşılmalara, sözün çəp gəlməyi, bəzi dokumentlərin aradan itməyi və ya texnoloji avadanlıqlarla bağlı problemlərə meyilli olduğunuz üçün ehtiyatlı olmalısınız. Ayın 29-u 4-cü evinizdə olacaq olan dolunay iyunun sonları, iyulun əvvəllərində ailə, ev, yuva mövzuları ilə bağlı tamamlanmalar yaşanmağınıza, bəzilərinizin evlə bağlı bir şeylər tamamlamağınıza, bəzilərinizin ümumiyyətlə ailə, yuva kimi mövzularla bağlı bir tamamlanmalar yaşaya biləcəyinizi bizə göstərir. Bununla yanaşı ailə, ev, yuva mövzuları genel olaraq əsaslı gündəminiz ola bilər. Ayın 30-da Yupiterin 11-ci evinizə keçməklə bir yerdə böyük şans planeti sizin böyük şans evinizə keçir. Bunun çox güclü və bərk bir təsiri olacaq. Bu təsir geniş bir təsir olduğu üçün bunun üçün ayrıca bir video çəkmişəm. Düz 1 il davam edəcək. O videoya da gedib Yupiterin sizə necə şans gətirəcəyini öyrənə bilərsiniz. Buna yanaşı olaraq sırf öz bürcü tərəzi olanlar, sizə də demək istədiyim bəzi şeylərim var. Xaricə getmə ehtimalınız çox böyükdür. Gəzmək, səyahət etmək, hədəflərinizə doğru getmək, hədəflərinizə gedərkən yeni başlanğıclara başlamaq, yeni başlanğıclarla bağlı önəmli bir şəkildə hədəflərinizə irəliləmə ehtimalınızın olduqca böyük və güclü ola biləcəyini demək mümkündür. Bundan yanaşı olaraq həyatınızla bağlı birdən çox mövzuya fokuslana bilər və birdən çox şeyi uğurla gerçəkləşdirə bilərsiniz. Dəngəni və balansı tapacaqsınız bir tərəzi bürcü olaraq. Əziz tərəzilər, videomu bəyəndisə bəyənməyi, komment yazmağı və digər tərəzilərlə bölüşməyi unutmayın. Ən yüksək xeyrinizə xidmət edəsiniz, sevgi və işıqla qalın. Əziz əqrəblər, vaxtında yüksələn bürcü əqrəb olanlar, gəlin görək iyun ayında sizi nələr gözləyir. Əziz əqrəblər, xüsusən də yüksələn bürcü əqrəb olanlar, iyun ayının ilk günləri xaricə getmək, səyahət etmək, yeni yerlər görmək üçün möhtəşəmdir. Ümumiyyətlə, iyun ayı sizin üçün səyahətlər barədə olduqca dəstəkləyici və şanslı bir dönəmə oxşuyur. Bundan əlavə olaraq Marsın buğada olmağı, ayın 28-nə qədər Mars buğadadır. Enerji özü biraz yavaş, sakit, səbirli və təmkinli bir enerjidədir. Ayın 13-ü Venera 10-cu evinizə keçir. İyunun 13-ündən sonra iyul ayının da müəyyən hissəsinə qədər olan ərəfədə karyeradan yana çox şanslısınız. Status karyeradan yana yüksəliş, uğur, nailiyyət ya da gözəl fürsətlərin özünü göstərmək, karyera həyatında qadınlardan yana şanslarla qarşılaşma, fürsətlərlə qarşılaşma və ya karyerada çox daha qəşəng görsənməyinizə səbəb verə bilər. Veneranın bir dənə də belə bir təsiri var. Həm uğur, nailiyyət, yüksəliş, həm də cəmiyyət içində genel olaraq çox qəşəng görsənməyinizə səbəb ola bilər. Ayın 15-i isə 8-ci evinizdə Nur topu kimi bir yeni ayımız var. Bu deməkdir ki, iyunun 5-i, 25-i ərəfəsi sizin üçün əqrəb bürcünün mövzuları gündəmə gəlir. Seksuallıq, cinsəllik, enerji, sehir, rituallar, transformasiya, dəyişim, ortalıq işdən gələn qazanclar, həyat yoldaşının maddi durumu, başqa yerdən gələn pullar, borc, kredit, miras, bu tərz mövzular gündəmə gələ bilər bəziləriniz üçün. Bir ya da bir neçəsi. Seksual enerjiniz çox artır, rituallarınız güclü tutur, travmalarla üzləşmə, transformasiyalar yaşaya bilərsiniz və ya başqa yerdən gələn pullarla bağlı qapılar açıla bilər. Borc, kredit barədə biraz ehtiyatlı olun, borca girməyin. Ayın 28-də Marsın 8-ci evinizə keçməklə bir yerdə borca girməməli olduğumuzun bir dəfə altına xətt çəkirik. İyunun 28-dən sonra onsuz da əqrəb idi, amma daha da əqrəbləşəcəksiniz. İyunun 28-dən etibarən sizi idarə edən planet əqrəb bürcünün evi olan 8-ci evdədir. O deməkdir ki, bu dediyim bütün mövzular, cinsəllik, sehir, ritual, transformasiya, dönüşüm, travmalar kimi mövzular iyunun 28-dən iyul ayda daxil olmaqla həmin ərəfələrdə çox ciddi bir şəkildə gündəmə gələcək. İyunun 28-dən sonraki dönəm böyük transformasiya gətirə bilər. Seksual həyatınızı dəhşətli dərəcədə canlandıra bilər. Amma ortalıq işdən gələn qazanc, borc, kredit, həyat yoldaşının pulu kimi mövzularla bağlısa mübarizə, çətinlik və zorluq da gətirə bilər. Bu ərəfələrdə enerjiniz dəhşətli dərəcədə
güclüdür. Ayın 29-sa Merkuri 9-cu evinizdə retropasiyaya keçir. Bu da deməkdir ki, həyatınızla bağlı olaraq xaric, din, təhsil, səyahət mövzularında karmalarla üzləşə bilərsiniz. İyunun 29-undan sonra xaric barədə biraz ehtiyatlı olun. Yarım qalmış bir tətiliniz ya da uzun müddət getmək istədiyiniz bir tətiliniz varsa bunu gerçəkləşdirə bilərsiniz. Lakin biraz karmik və qarışıq enerjilərdir. Merkur retrosu sizin üçün din, təhsil, səyahət, fəlsəfə evində davam edəcək. İyul ayına da təsir edəcək. İyunun 29-u 3-cü evinizdə olan yeni ay, yeni bilgilər, yeni informasiyalar və yaxın yol səyahətləri üçün tamamlanmalar gətirə bilər. O ərəfədə yeni yerlərə gəzə bilərsiniz. İyunun son günləri və iyulun əvvəllərində yeni yerlər gəzə bilər, görə bilər, yeni informasiyalar öyrənə bilər, özünüzü inkişaf etdirə bilərsiniz və iyun ayının 30-u böyük şans planeti olan Yupiter sizin 10-cu evinizə keçir. Bu deməkdir ki, qarşıdan gələn bir il ərzində 10-cu ev mövzularında çox şanslı olacaqsınız. Bu böyük bir təsirdir. Bu ətraflı izah etmək lazım olduğu üçün bunun üçün ayrıca bir video çəkmişəm. Buradan böyük şans planetinin bir illik periodda sizə hansı mövzularda şans gətirəcəyini öyrənə bilərsiniz, əziz əqrəblər. Bundan yanaşı, sizə bir də sırf öz bürcü əqrəb olanlara bildirmək istəyirəm ki, iyun ayında özünüzün kimə, nəyə, necə, nə cür ehtiyacı duyduğunuzu daha yaxşı anlayacaqsınız. Öz ehtiyaclarınızla üzləşəcəksiniz. Bu birinin sevgisinə, birinin hərəkətinə ya da bir şeylərə, yaralarınızın nə olduğunu daha yaxşı görəcəksiniz və öz yaralarınızla bağlı bəlkə də güclü ya da önəmli bir üzləşmələr yaşayacaqsınız. Həyatınızla bağlı ümumiyyətlə qeyri-etik mövzular biraz gündəmə gələcək. Yəni oyunlar, manipulyasiyalar və s. Siz biraz manipulyasiyanın ustası olduğunuz üçün inanmıram sizə çox bir şey eləyə bilsinlər, amma indi siz də gözünüz açıq olsun. Bundan əlavə olaraq da sevgi, eşqdən yana fürsətlər və şanslar da gələ bilər. Amma biraz ehtiyatlı olun. İyun ayında qarşınıza çıxan sevgilərin, eşqlərin çox güvənilir, düzgün ya da doğru olduğuna biraz tərəddüdlüyəm. Ola da bilər, olmaya da bilər. Biraz ehtiyatlı olmağınızda fayda var. Bəzilərinizə elçi gələ bilər, bəzilərinizin eşq həyatı canlana bilər, bəziləriniz diləkləriniz, arzularınızla bağlı yaşın şanslarından qarşılaşa bilərsiniz. Əziz əqrəblər, videomu bəyəndisə bəyənmək, komment yazmağı və digər əqrəblərlə bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Oxatanlar vaxtında yüksələn bürcü oxatan olanlar, gəlin görə iyun ayında sizi nələr gözləyir. Əziz oxatanlar, iyun ayında müəyyən qədər gündəminiz, rituallar, enerjilər ola bilər. Enerjiniz güclüdür, beyniniz çox daha kəskin və biraz bəlkə təhlükəli işləyir. Amma yəni ağlınız çox yaxşı işləyir. Takıntılara, obsessiyalara, qısqanclığa qarşı biraz diqqətli olmalısınız özünüz tərəfdən. Və ayın 13-ü Venera 9-cu evinizə keçir. Tam bir oxatan mövzusu. Ayın 13-ündən sonra gəzmək, səyahət eləmək, yeni yerlər görmək. Yəni iyunun 13-ündən sonra düz iyul ayının da müəyyən hissəsinə qədər yeni yerlər görə bilərsiniz, gəzə bilərsiniz, səyahət eləyə bilərsiniz, həyatınızın keyfini çıxarda bilərsiniz. Şans sizdən yanadır. Bundan əlavə olaraq din, təhsil, səyahət, fəlsəfə kimi mövzulardan yana şanslısınız. Bunlardan biri ya da bir neçə siqnala qədər şanslar sizdən yana ola bilər. Ayın 15-i isə 7-ci evinizdə Nur topu kimi bir yeni ayımız var. Bu deməkdir ki, iyunun 5-i ilə iyunun 25-i aralığında genel olaraq ciddi münasibətlərdən, evlilik və ya ortaqlıq işlərdən yana şanslar sizdən yana ola bilər. Bəziləriniz yeni münasibətlərə başlaya bilər, bəzilərinizin münasibətində problemli məqamlar varsa bunlarla bağlı üzləşmələr və şifalanmalar da özünü göstərə bilər. Ayın 28-i isə Mars 7-ci evinizə keçir. İyunun 28-dən sonra təxminən iyul ayında da sevgidən yana, yəni ciddi münasibət, evlilik ya da ortaqlıq işlərdən yana və ya açıq düşmənliklərdən yana biraz mübarizə, davadalış və gərginlik ola bilər. Ayın 29-u Merkurinin retropasiyaya gəlmək sizin 8-ci evinizdə olur. Bu deməkdir ki, iyunun 29-undan sonra iyul ayda daxil olmaqla Merkur retrosu sizin borc kredit evinizdə baş verir. Borca kreditə girməyin, ehtiyatlı olun. Amma məsələn yarım qalmış borc kreditləriniz varsa onları geçincəni tamamlaya bilərsiniz. Ortaqlıq işlərdən gələn qazancla bağlı, həyat yoldaşının qazancı ilə bağlı biraz problemli bir dönəmdir. Öz travmalarınızla üzləşə bilər, seksual enerjinizlə üzləşə bilərsiniz. Yəni belə özünə məxsus maraqlı bir Merkur retrosu yaşayacağı oxşuyursunuz. İyun ayının 29-u baş verəcək 2-ci evinizdəki dolunay, iyun ayının sonları və iyul ayının əvvəllərində pul, maddi dəyərlər, mənəvi dəyərlər kimi mövzuları gündəmə gətirə bilər. Pulla bağlı gözlədiyiniz pullar gələ bilər. Xəritənizdə sərt təsirlər varsa pul çıxa da bilər. Amma indi gəl biz pul gəlir deyə düşünək. Bununla yanaşı olaraq da maddi mövzular genel olaraq gündəmdədir və pulla bağlı tamamlanmalar yaşana bilər. Ayın 30-sa böyük şans planeti sizin planetiniz Yupiter 9-cu evinizə keçir və bir il boyu sizin 9-cu evinizdə davam edəcək. Bu deməkdir ki, çox önəmli
bir göy hadisəsi sizin üçün baş verir, şanslı bir hadisə. Bu ətraflı bir mövzudur və ayrıca bir mövzudur deyə bununla əlaqədar video çəkmişəm. Gedib o videoya baxaraq böyük şansın sizdə hansı mövzularda özünü gətirəcəyini öyrənə bilərsiniz. Buna yanaşı sırf öz bürcü oxatan olanlar, sizə də demək istədiyim bəzi sözlərim var. Öz bürcü oxatan olanlar biraz zaman-zaman iyun ayında depressiv, duygusal, həssas, emosional hiss edəcəksiniz. Yuxularınız biraz ara bir qaçacaq, biraz axşamlar özünüzü narahat hiss edə bilərsiniz. Amma çıxış yolu, həll yolu nə olacaqsa probleminiz, nə ilə əlləşəcəksinizsə, çıxış yolu çox yaxındadır, bunu bilin. Belə ki, siz biraz depressiv, biraz üzüntülü halda olduğunuz zaman çıxış yolu düz yanınızdadır və yaradıcı sizə əl uzadır. Tək ki, bu şansı ya da bu fürsəti görün. Bir də ki, bu qeyri-adi ab-havanızın səbəbi bir qadın ola bilər. Bu qadın şirqo çoxatan bürcü və ya güclü tutduğunu qopardan nə istədiyini bilən, iddialı bir qadın ola bilər. Bu qadınla bağlı mövzularda genel olaraq gündəmə gələ bilər. Ya da avtoritet bir qadın, ya da sözünü deyən bir qadın. Arzulayıram ki, iyun ayı möhtəşəm olar. Videomu bəyənin. Sizə bəyənməyi, komment yazmağı və digər bürcülərlə bölüşməyi də unutmayın. Sevgi və işıqla qalın. Əziz oğlaqlar və xüsusən yüksələn bürcü oğlaq olanlar, gəlin görək iyun ayında sizi nələr gözləyir. Əziz oğlaq bürcüləri, iyun ayının ilk günlərində fikrinizi müəyyən qədər münasibətlərə, ortaqlıq işlərə yönləndirə bilərsiniz. Ayın 13-ü Veneranın 8-ci evinizə keçməyi ilə bir yerdə ortaqlıq işlərdən gələn qazanclar, həyat yoldaşının maddi durumu, başqa yerlərdən gələn pullardan yana çox şanslı və bərəkətli bir dönəmə girəcəksiniz. Bundan əlavə olaraq borc, kredit kimi mövzulardan yana da şanslı və gözəl enerjilər sizdən yana olacaq əziz oğlaqlar. Lakin ayın 13-ündən sonra, bu sırf ayın 13-ü olmur, ayın 13-ündən düz iyul ayına qədər davam edən bir təsirdir. Enerjilər, rituallar çox yaxşı işləyəcək, lakin sevgidən yana biraz gərgin və problemli bir dönəmdə ehtiyatlı olmalısınız, xaotik bir dönəmə girirsiniz eşqdən yana. Amma cinsəllikdən yanasa eyni şey deyil. Seksual olaraq çox yaxşı və güclü seksual enerjinin aktiv olacağı bir dönəmə girəcəksiniz. Ayın 15-i isə 6-cı evinizdə bir yeni ay var. Bu deməkdir ki, iş həyatı ilə bağlı gözəl yeni başlanğıclara başlaya bilərsiniz ya da iş həyatında bir dəyişim yaşaya bilər. Diyet, qidalanma, sağlamlıq, günlük rutinlər kimi mövzularla bağlı yeni başlanğıclar yaşana bilər. Uğurlu və gözəl enerjilər sizdən yana ola bilər ya da iş həyatında bir dəyişim də ola bilər. Ayın 28-də Marsınızın 6-cı evinizə keçməyi ilə bir yerdən iyunun 28-dən iyul ayı da daxil olmaqla həmin ərəfədə iş həyatı, sağlamlıq və ya günlük rutinlər, bəziləri üçün ev heyvanları mövzularında biraz mübarizələriniz ola bilər. Qızdırma, həzm sistemi problemlərinə bir damcı yüngüldən sanki yatqın kimi görsənirsiniz. Ona görə də bir damcı ehtiyatlı olmağınızda fayda var. Bundan əlavə ayın 29 və iş həyatında biraz davadalaşlı ola bilər. Ayın 29-da Merkur retrosu 7-ci evinizdədir. Köhnə sevgililəriniz sürü ilə qayıda bilər. Yəni iyunun 20-sindən 21-dən 22-sindən düz iyul ayda daxil olmaqla bütün iyul ayı ərzində köhnə sevgililər, köhnə münasibətlər, köhnə partnyorlar, köhnə iş yoldaşları həyatınıza bir anda hər cür köhnə münasibət gündəmə gələ bilər. Münasibətlərinizlə bağlı yarımçıq qalmış mövzular tamamlana bilər. Mövcud münasibətiniz varsa, orada biraz karmalarınızla üzləşə biləcəyiniz bir dönəm olacaq. Ayın 29-u öz bürcünüzdə bir dolunay var. Bu deməkdir ki, təxminən ayın 19-undan, yəni iyunun son günlərindən iyulun ilk günlərinə qədər olan ərəfədə özünüzlə bağlı dəyişim yaşaya bilər, xarici görünüşünüzlə bağlı nələrsə dəyişdirə bilərsiniz, özünüzlə bağlı önəmli, böyük və ya dərin bir tamamlanmalar yaşaya bilərsiniz, daha duygusal həssas hiss edəcəksiniz, rituallarınız enerjiniz güclüdür, ümumiyyən rituallarınız enerjiniz güclüdür. İyun ayının 30-sa böyük şans planeti Yupiter sizin 8-ci evinizə keçir. Bu deməkdir ki, iyun ayının 30-undan etibarən sizin həyatınızda çox fərqli bir şanslı dönəmə girirsiniz. Lakin bu bir ayın mövzusu deyil, bir illik bir hadisədir. Ona görə də hansı mövzuda şanslı olduğunuzu öyrənmək istəyirsinizsə, bunun üçün ayrıca video çəkmişəm, gedib izləyə bilərsiniz. Əziz oğlaqlar, bundan əlavə olaraq, əziz oğlaqlar, sırf öz bürcü oğlaq olanlarda demək istədiyim bəzi sözlərim var ki, möhtəşəm şanslı bir ay sizi gözləyir iyun ayında. Çox böyük və gözəl bir eşqə başlaya bilər. Sevgidən yana çox böyük şanslarla qarşılaşa bilərsiniz. Böyük fürsətlərlə qarşılaşa bilər. Hansısa bir diləyiniz, arzunuz gerçəkləşə bilər. Bir qadınla bağlı, bu oğlaq qız bürcü ya da pula, maddiyyata önəm verən bir qadınla bağlı gözəl bir şeylər yaşana bilər. Eşq, sevgi, şans, uğur, nailiyyət,
ən gözəl enerjilər sizlə bir yerdədir. İyun ayının keyfini çıxardın. Çox bomba şans sizdən yana olacaq. Əziz oğlaqlar, videomu bəyəninizsə verməyi, komment yazmağı və digər oğlaq bürclərindən bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz Dolça bürcləri və xüsusən yüksələn bürcü Dolça olanlar, gəlin görə iyun ayında sizi nələr gözləyir Dolçalar. İyun ayının 13-də Veneranın 7-ci evinizə keçməyi ilə bir yerdə sevgidən yana, ciddi münasibətlər, ortaq işlərdən yana çox şanslı bir dönəmə girirsiniz. İyun ayının 13-dən sonraki ərəfə, təxminən iyul ayının ortalarına qədər olan ərəfədə çox şanslısınız. Ortaq işlər, ciddi münasibətlər, hər cür evlilik, yəni hər cür münasibətlərdən yana çox böyük şanslar və uğurlu enerjilər sizdən yana olacaq. Bundan yanaşı olaraq ayın 15-i 5-ci evinizdə də bir dənə Nur topu kimi bir yeni ayımız var. Bunun da təsiri ayın 5-i başlayır, 25-nə qədər davam edir iyun ayında. Bu da direkt eşq evinizdə baş verir. Eşq, sevgi, flörtlər, hobilər, uşaqlar, belə mövzularla bağlı yeni başlanğıclar və ya gündəmə gəlməyə yaşana bilər. Yəni iyun ayında subayları varsa başınızı bağlayırıq. Bunu rahat-rahat demək mümkündür. Dolçalar dəhşətli dərəcədə eşq enerjiniz belə zirvədə və havada uçuşacaq. Evli olanlarsa uşaq mövzuları çox aktiv gündəmdə ola bilər. Bunlardan əlavə eşqdən əlavə də hobilər, yəni əyləncələr, maraqlı mövzular, şənlik, cinsəllik kimi mövzular da gündəmə gələ bilər. Ayın 28-i isə Mars 5-ci evinizə keçir. Seksual enerjiniz dəhşətli dərəcədə yüksələcək. Sevgi, eşq mövzularında ya da uşaq mövzularında çox aktiv bir gündəminiz olacaq. Biraz da mübarizələr verə bilərsiniz. Bu da bütün iyul ayında təsiri davam edəcək. İyunun 29-da Merkur retrosu başlayır sizin 6-cı evinizdə və iyul ayında da təsiri özünü göstərəcək. Bu deməkdir ki, sağlamlığınıza qarşı biraz ehtiyatlı olun. İş həyatı ilə bağlı karmalar ödənə bilər. Nələrsə belə iş həyatı ilə bağlı yanlış anlaşılmalar və s. biraz gündəmdə ola bilər. İş həyatı, sağlamlıq, ev heyvanları, günlük rutinlər kimi mövzularına bağlı yarım qalmış məsələlərdə həll ola bilər, amma ehtiyatlı olmaq lazımdır, çünki bir Merkur retrosudur. Ciddi zərər vurmaz ehtimal ki, sadəcə yəni də belə biraz canınızı bəzən biraz sıxa bilir, bilirsiniz, Merkur retrosu. Ayın 29-cu 12-ci evinizdə baş verəcək olan dolunay şüuraltınızdakı qaranlıq mövzuları gündəmə gətirə bilər, dərin şəfalanmalar gətirə bilər. Kim arxanızca danışırsa bu insanlar gün üzünə çıxa bilər, üzləşmələr yaşana bilər, karma çox güclü bir şəkildə təzahür eləyə bilər, həssas duyğusal və biraz da içinizə qapanıq hiss edə bilərsiniz. Ayın 30-sa böyük şans planeti olan Yupiter sizin 7-ci evinizə keçir. Bu bir aylıq bir söhbət deyil, bu bir il boyu davam edəcək. Bunun haqqında ətraflı video çəkmişəm ki, şans hardan yana özünü göstərəcək sizin üçün. Videonu gedib izləyə bilərsiniz. Ən yüksək xeyrinizə xidmət eləsin. Gəlin görək sırf öz bürcü dolça olanlarda nələr gözlənilir. Sırf öz bürcü dolça olanlar uğurlu və şanslı enerjilər sizdən yanadır. Gücünüz yüksəkdir. Belə deyək, ayaqlarınız yerə sağlam basacaq. Özünüzü sağlam, güclü hiss edəcəksiniz. Bir ədəd güclü bir kişi fiquru, müdür, lider, avtoritet bir fiqur, ata, bəzilər üçün həyat yoldaşı, belə güclü bir kişi fiquru gündəmdə olacaq. Həyatınızda uğurlu, şanslı bir dönəmə girəcəksiniz. Uğurlu dönəmə girəcəksiniz, amma şuuraltınızla da üzləşmələr yaşayıb, öz qorxularınızla üzləşib, öz qaranlığınızın içindən işığı axtaracağınız bir dönəmdir. Belə ki, biraz qaranlıq enerjilər də var. Niyə? Çünki öz qorxularınız, öz daxili narahatçılıqlarınızla, öz şuuraltınızdan üzləşəcəyiniz və bəzi illüziyalardan gözünüzün açılacağı çox güclü bir dönəmdir. İyun ayında tam gözünüz açılmasa da məncə iyulda falan açılar yəni. Yəni, axırda növbəti mərhələlərdə açılacaq, onu bilirəm. Yəni, güclü, qüvvətli, biraz da qaranlıq bir dönəmdir. Ən yüksək xeyrinizə xidmət eləsin dolçalar. Videomu bəyəninizsə bəyənməyi, komment yazmağı və digər dolça bürclərindən bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz balıqlar və xüsusən yüksələn bürcü balıq olanlar, gəlin görək iyun ayında sizi nələr gözləyir. Əziz balıq bürcüləri, iyun ayında zaman-zaman sevgi, eşq biraz gündəminizdə olacaq. Zaman-zaman iş həyatı, fərqli mövzular gündəminizə gəlir. İyun ayının 13-ü Veneranın 6-cı evinizə keçməyinə verdi. Ayın 13-nə qədər eşq, sevgidən yana çox şanslı və gözəl bir dönəmdir. Ayın 13-dən sonra bu gözəl şanslı enerjilər iş həyatına, günlük rutinlərə, sağlamlıq ya da ev heyvanı kimi mövzulara enerjisini yönləndirəcək. Belə ki, iş həyatında bəziləriniz yüksəliş, uğur, nailiyyət və ya gözəl şanslı bir dönəmə girə bilərsiniz. Bəziləriniz işi olmayan insanlar hətta iş tapa bilər və ya gözəllik, estetika sahəsinə yönələ bilər bəziləriniz. İndi xəritəmizdən aslında onu net deyə bilmərəm. Bundan əlavə olaraq sağlamlıqla bağlı da gözəl şanslı enerjilər var. Sadəcə belaltı orqanlar, qadınlar üçün ginekoloji ya da böyrəklə
nemətlərə qarşı bir damcı daha ehtiyatlı olmalı, alkoqolə çox dadanmamalı və balanslı bir şəkildə su içməyi unutmamalısınız. Bundan əlavə olaraq ayın 15-i 4-cü evinizdə bir yeni ay var. Bu deməkdir ki, iyunun 5-dən 25-nə qədər olan ərəfədə ev, ailə, yuva mövzuları ilə bağlı yeni başlanğıclar, şanslar, yeni bir yerə köçmək ya da ev, ailə, yuva ilə bağlı gözəl enerjilərin ya da ümumiyyətlə enerjilərin gündəmə gələcəyini və əsası gündəminizin ev, ailə, yuva, bəziləriniz üçün vətən, torpaq, bu tərz mövzular ola biləcəyini bizə göstərir. Ayın 28-i Marsın 4-cü evinizə keçməyi ilə bir yerdə ev, ailə, yuva kimi mövzularda biraz gərginliklər, dava-dalaşlar özünü göstərə bilər. Bu bütün iyul ayı da özünü göstərə bilər. Həmişə yox, amma ara-ara. Çünki Mars 4-cü evinizə keçir və bir müddət 4-cü evinizdə qalacaq, həm iyun ayında, həm iyul ayında. Bundan əlavə olaraq Marsın 4-cü evinizə keçmək enerjinizi, gücünüzü ailə, ev, yuva mövzularına yönləndirməyinizə, lakin rituallar zamanı ulu əcdadlarınızdan, nənə-babalarınızdan, ulu nənə-babalarınızdan ruhani güc alacağınızı da göstərə bilər ayın 28-dən sonra. Ayın 29-da Merkurinin retropasiyaya gəlməyə, burada əcdadlarla bağlı karmaları və s. həll etmək üçün də əla vaxtdır. Merkuri retrosu da 5-ci evinizdə olacaq, 29-u. Köhnə sevgilər, köhnə eşqlər, köhnə flörtlər gündəmə gələ bilər. Sevgi, eşq, flört və ya uşaq kimi mövzularla bağlı yarım qalmış məsələlər tamamlana bilər. Bu iyunun 20-sindən sonra, 22-sindən sonra və bütün iyul ayı boyu Merkur retrosunun təsirini görəcəyik azdan çoxdan və həmin ərəfələrdə sevgi, eşq, uşaqlar, flörtlər kimi mövzularla bağlı karmalar yaşana bilər, keçmişdən qalmış mövzular gündəmə gələ bilər və yüzləşmələr ola bilər. İyunun 29-u 11-ci evinizdə baş verici olan dolunay, iyun ayının sonları, iyul ayının əvvəllərində hədəfləriniz, arzularınız və dostluqlarınız mövzularını gündəmə gətirir. Böyük şanslar, böyük fürsətlərlə bağlı tamamlanmalar və ya gündəmə gəlmələr yaşanır. Problemli dostluqlarınız varsa, bu dostluqlarınız bitə bilər. Sosial çevrənizdə daha populyar ola bilərsiniz, göz önündə ola bilərsiniz. Bununla yanaşı olaraq istəklərinizi, arzularınıza, hədəflərinizə gedərkən bəlkə də böyük şanslarla da qarşılaşa bilər və ya bir tamamlanma, dəyişim yaşana bilər. İyunun 30-da böyük şans planeti olan Yupiter 6-cı evinizə keçir. Bunun təsiri bir aylıq bir təsir deyil, bir illik bir təsirdir. Ona görə də mən bunun üçün ətraflı bir video çəkmişəm. Böyük şansların harda özünü göstərəcəyini öyrənmək istəyirsinizsə, videoya keçməyi unutmayın. Bundan əlavə olaraq əziz balıqlar, son olaraq öz bürcü balıq olanlar demək istəyirəm ki, iyun ayında böyük üzləşmələr yaşayacağınız bir dönəmdir. Özünüzlə üzləşəcəksiniz, şəfalanacaqsınız. Bəlkə biraz göz yaşı olacaq, amma bu göz yaşı şəfanın göz yaşı olacaq. Böyük üzləşmələrlə, qarşılaşmalarla bir yerdə köklü böyük dərin dəyişimlər yaşana bilər. Göz yaşları sizi qorxutmasın, çünki ağırlığı negativə atacaqsınız və yolunuza davam edəcəksiniz və bəlkə də yepyeni şeylərlə qarşılaşacaqsınız. Sizin üçün çox kəskin, şəffalı, transformativ, biraz çətinliyi olan, amma böyük şansları da olan bir dönəmdir. Əziz balıqlar, videomu bəyəndisə bəyənməyi, komment yazmağı və digər balıqlarla bölüşməyi unutmayın. Əziz bütün bürclər, arzulayıram ki, iyun ayı möhtəşəm olar. Ən yüksək xeyrinizə xidmət eləsin. Sevgi və işıqla qalın.